Bugün Türkba Şurasının Astanada 14-cü iclası keçirilib. Türkbanın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri, Azərbaycanın Türkbadakı nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova iclasda çıxış edərək, Azərbaycan Respublikası Milli Məclisinin ötən il Türkbaya sədrliyi dövründə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, assambleyanın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımların atıldığını xatırladıb. Sahibə Qafarova qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən Türkbanın birliyimizin və həmrəyliyimizin genişlənməsinə parlament dəstəyini təmin etdiyini diqqətə çatdırıb. Təşkilat həm də Türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformasında eşidilməsinə imkan yaradır. Spiker Sahibə Qafarova Milli Məclisin quruma sədrliyi dövrünün nəticələrini diqqətə çatdıraraq bildirib ki, bu sədrlik qurumun 13-cü Şura iclası zamanı qəbul edilən fəaliyyət planı əsasında həyata keçirilib. Azərbaycanın quruma sədrliyi dövründə üzv ölkələrdə seçki və referendumların müşahidəsi işinin də uğurla həyata keçirilməsindən danışan spiker, bu prosesin üzv ölkələrin dövlət strukturları ilə assambleya arasında əməkdaşlığın güclənməsinə, üzv ölkələrdə demokratik seçki ənənələrinin daha da inkişafına töhfə verdiyini vurğulayıb. Türkba çərçivəsində parlament komitələrinin çoxtərəfli əməkdaşlığını və dialoqunu da ümumi işə mühüm töhfə kimi qiymətləndirərkən, Milli Məclisin spikeri Türk parlamentərlərinin Səhiyyə, Müdafiə və Təhlükəsizlik, Xarici Əlaqələr Komitəsinin ikinci iclasının keçirilməsinin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Çıxışının sonunda Sahibə Qafarova 14-cü Şura və plenar iclaslar çərçivəsində aparılacaq müzakirələrin qəbul ediləcək qərarların birlik və əməkdaşlığımızın möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib. İclasda bir sıra təşkilati məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Sədrlik Qazaxstana keçib.